Herkese salam dostlar, mən Diana. Bu günləri sizlərlə bir yerdə ChatGPT-yə yazacağıq ki, məsələn, mən hansı Blackpink üyəsiyəm, mən hansı Brawl Stars karakteriyəm, mən hansı sihirli annem oyuncusuyam, mən hansı Selena oyuncusuyam falan filan deyə suallar verəcəyik. Gəlin başlayaq. İlk öncə Blackpink'i soruşaq. Mən hansı Blackpink üyesiyəm? Neyse, üyesiyim çıxdı, neyse. Bax görək. Bu sual əlində bir test kimidir. Blackpink üzvləri Jisoo, Generosa və Lisa hər biri fərqli xüsusiyyətlərə və enerjiyə malikdir. Gəlin sənə hansının daha çox bənzədiyini tapmağa çalışaq. Aşağıdakı suallara cavab ver, sonra nəticəni deyim. Super, başlayaq. Hansı xüsusiyyət səni daha yaxşı təsvir edir? Sakit və zərif, qeyri-adi və yaradıcılıqlı, qətiyyətli və lider ruhlu, enerjili və dəli dolu. Təbii ki, bir D variantıdır, yazaq. Enerjili və dəli dolu. Dəqiqə. Oy. Tamam. 2. Ən sevdiyim fəaliyyət. Modaya baxmaq və şəkil çəkmək, mahnı oxumaq və yazmaq, rəqs etmək və səhnədə olmaq, yeni şeylər öyrənmək və səyahət etmək. Cavab C variantı. Mən rəqs eləmək və bir dəqiqə. Rəqs etmək və səhnədə olmaq. 2. C variantı. Sonra keçdik 3-ə. Nədir? Dostların səni necə təsvir edir? Mərhəmətli və sakit, cool və özünə güvənən, əyləncəli və enerjili, kreativ və duyğusal. Kreativ və duyğusal deyiləm. Ya B'dir, ya C'dir. Dostlarım tərəfindən bunu soruşmamışam. Bir dostumdan soruşmuşam. O da özümə güvəndiyimi və cool olduğumu deyib. Bunu dostların səni necə təsvir edir desə, sadəcə birindən soruşmuşam. Ona görə o da B variantına uyğun cavab dediyi üçün B deyirəm. Hətta uyğun deməyib, eyni bunu dedi. Cool'u başqa bir zaman demişdi. Amma mən soruşanda mən sadəcə necə insanam, özgüvənli və enerjili demişdi. Amma burada yoxdur onu. Neysə. Cavablarını yaz. Sən hansı Blackpink üzv olduğunu deyim. Tamam, yazdım. Görək hansıyıq. Super. Doğru. Lisa. Mən Lisa'yam. Tamam. Tamam. Uzatma. Oha. Tamam. İndi yazaq ki, mən hansı bir dəqiqə Brawl Stars karakteriyəm. Sualımızı da qoyaq və baxaq. Əl sualdır Diana. Brawl Stars'da hər qəhrəman fərqli xəritələr və cünüm. Tamam. Yenə. Suallar gəldi. Birinci sualımıza başlayaq. Döyüş tərzi necə? Uzaqdan vurub təhlükəsiz qalmaq. Təbii ki, mən deyirəm. Ortaqda hərəkət edib sürətli hücum etmək, güclü zərbələr vurub irəlidə olmaq, komandaya dəstək olmaq, sağaltmaq və ya müdafiə etmək. Deməlik deyil. Ya B'dir, ya C'dir. Ortaqda hərəkət edib sürətli hücum etmək, güclü zərbələr vurub irəlidə olmaq. Mən buna C deyirəm. 1C. 2. Hansı söz səni daha yaxşı təsvir edir? Ağıllı, cəsur, güclü, mehriban. Mən mehriban bir insanam. Səncə sənin ən böyük üstünlüyü nədir? Strategiya qurmaq neysə, cəldlik və çeviklik, güc və dayanıqlıq, komanda ruhu, cəldlik və çeviklik. Çeviklik, B variantı. Görək, hansı Brawl Stars karakteriyik. Bibi. Bibi. Bibi də qızdı. Mən də qız. Haydi, mənim fikirləşdiyim tək şey. Tamam, bunu soruşdum. Keçək. Mən hansı sihirli annem oyuncusuyam? Sualımızı da qoyaq. Hadi bakalım. Çox maraqlı və dolu bir sual. Neyse, suallara başla. Əgər sehirli gücün olsaydı nə edərdin?
Hamıya kömək edərdim. Əyləncəli sehirlərlə insanları güldürərdim. Yalnız lazım olanda istifadə edirdim. Sirləri açmaq və insanlara dərs vermək üçün istifadə edərdim. Hamıya kömək edərdim. 1A. 2. Səncə insanlar sənə necə yanaşır? Səmimi və mehriban, maraqlı və biraz fərqli, sakit və düşüncəli, güclü və hörmət edirlər. Səmimi və mehriban. 2A. 3. Ən çox nəyə önəm verirsən? Ailə və dostluq, əyləncə və azadlıq, ədalət və düzgünlük, bilik və güc. Burada ədalət və düzgünlük də ola bilər. Məsələn, deyək ki, oyunda falan ədalətsizlik oldu, özümdən çıxıram. Nə bilim ola, ailə və dostluqla ədalət və düzgünlüyün arasında qalmışam. Amma məncə ədalət və düzgünlük məni daha çox yansıdır. Tamam. Görək hansı Sihirli Annem karakteri? Betüş. Sən Betüşsən. Okey. Keçək son. Mən hansı? Bu arada deyəsən, baxın, YouTube'dan bir şeyler gəldi. Ya hansısa bildirimləri açılın bir kanal. Necə deyim, mənə yəni video atıb onun bildirişir, ya da mənim kanalıma kimsə yorum yazıb. Görək, əgər yorum yazıbsa mənim kanalıma kimsə, o videoda düşəcək. Mənə şərh yazıblar. Gəlin girək. Tamam. Salam Asyoş. 2 dəqiqə öncə. Ayşə deyə bir kız. Tamam, bir dəqiqə baxın videolar. Neçə nəfər izləyib? 4 nəfər izləyib. Tamam. Nəysə. Ayda videodan aralaşdıq. Nəysə. Mən hansı Selena oyunçusuyam? Tamam. Hadi bakalım. Çok güzel sizin. Tamam. Hadi suallar. Acı şeyleri ne ederdim? Pis işlere karşı savaşardım. Dostlarımı koruyardım. Eğlenceli ve maraqlı şeyler ederdim. Mən pis işlərə qarşı savaşardım. 1A. Sonra 2. İkidə nədir? Səncə səni hansı söz daha yaxşı təsvir edir? Qəhrəman, sadiq, şən, hiyləgər. Mən sadiq bir insanam. 3. Dostların arasında səni necə biri kimi tanırsan? Lider, qoruyucu, səmimi və köməkçi, əyləncəli və biraz dəli dolu, plan quran, ağıllı və sakit. Kesinlikle sakit deyiləm. Lider və qoruyucu kesinlikle deyiləm. Mən insanlar arasında lider olmağı seçmirəm və kimsə mənə lideri taslamasını da sevmirəm. Hərə öz yerində, hamı eyni yerdədir. Səmimi və köməkçi, məncə əyləncəli və biraz dəli dolu. 3. Çox uzatmayaq. Evet. Süper cevaplar. Leyla. Leyla'yı. Neyse dostlar, bir videomuzun daha sonuna geldik. Sizin benim hansı karakter olduğumu veya hansı film falan istəyirsinizsə bunları yazma unutmayın. Bir tane de kardeşlerim eləyim də. Ne olar? Mən hansı kardeşlerim dizisinin oyunçusuyam. Aha. Yine suallarınızı cevap yazaq. Biraz tez. Çətin anlarda necə davranırsan? Güclü qalmağa çalışıram və ailəmi qoruyuram. Duyğusal oluram, amma heç vaxt ümidimi itirmirəm. Sakit qalb içində yaşayıram. Hər şeyə qarşı üsyan edirəm, amma ürəyim təmizdir. C variant. Sakit qalb içimdə saxlayıram. Sonra 2. Sənin üçün ən vacib şey nədir? Ailə və qardaşlıq, dostluq və sevgi, ədalət və hörmət, öz azadlığın və seçimlərin, ədalət və hörmət. 2C. İnsanlar sən necə tanıyır? Məsuliyyətli və lider, kesinlikle yox. Sevgi dolu və emosional, sakit amma dərin düşüncə, qəribə amma səmimi və dürüst. Məncə 3C yaza bilərəm. Tamam. Son sualımıza göre cevabımız nedir? Maşallah 10 dəqiqə video attık. Berk oğlan neyse. Evet dostlar, bir videomuzun da sonuna geldik. Kanalıma abone olup like atabilirler. Atmayı unutmayın. Sizi çok seviyorum. Sağ olun, sağlık kalın. Bay bay. Öptüm.